Gədəbəy rayon İcra Hakimiyyəti başçısının sabiq müavini Vəfa Allahverdiyevanın məhkəmə araşdırması başa çatıb. Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda hökm oxunub. Doğru Xəbər Azərbaycan bildirir ki, hökmə əsasən Vəfa Allahverdiyeva dəymiş ziyanı ödədiyindən cinayət işinə xitam verilib. Onunla birgə mühakimə edilən Təranə Bağırova isə 5 il 6 ay azadlıqdan məhrum etmə cəzası təyin olunub. Qeyd edək ki, Vəfa Allahverdiyeva ötən ilin sentyabrına kimi Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlovun müavini işləyib. O, eyni zamanda İcra Hakimiyyətində ictimai, siyasi və humanitar məsələlər üzrə şöbənin müdiri vəzifəsini icra edib. Vəfa Allahverdiyeva Təranə Bağırova ilə əlbir olmaqla bir nəfərin 51 min manatını dələduzluq yolu ilə ələ keçirməkdə ittiham edilib. Onun barəsində həbslə bağlı olmayan qəti imkan tədbiri seçilib. Hürriyyət TV-də keçirilən əməliyyatla saxlanılan saytın rəhbəri Vüqar Məmmədov həbs edilib. Doğru Xəbər Azərbaycan bildirir ki, Səbail rayon məhkəməsi belə qərar çıxarıb. Hakim Dövlət Təhlükəsizlik Xidmətinin müstəntiqinin vəsatətini əsaslı hesab edib Vüqar Məmmədov barəsində 3 ay 13 gün müddətinə həbs qəti imkan tədbiri seçilib. Qeyd edək ki, ötən gün DTX Hürriyyət TV-də əməliyyat keçirib. Ofisdə axtarış zamanı iş üçün əhəmiyyətli kompüter və bəzi sənədlər götürülür. Vüqar Məmmədovun Ramiz Mehdiyevin cinayət işi ilə bağlı tutulduğu ehtimal edilir.